Salam. Bugünkü mövzumuz Afrika, Avustraliya və Antarktidanın relyefi olacaq. İlk növbədə Afrikanın relyefindən başlayaq. Afrika dörd yarımkürədə yerləşən yeganə materikdir. Çünki Afrikanı həm ekvator xətti kəsir, həm də ki Qrinviç xətti kəsir. Buna görə dörd yarımkürədə yerləşən materik deyirik Afrikaya. Həm şimalda, həm cənubda, həm şərqdə, həm də qərbdə yerləşir. Afrikanın ucqar nöqtələri şimalda Benseka burnu, Tunisin ərazisində, cənubda İynə burnu, Carın ərazisində, şərqdə Ras Həfon burnu, Somalinin ərazisində, qərbdə Almadi burnu, Seneqalın ərazisinə düşür. Afrikanın ən hündür yeri Kilimanjaro zirvəsidir, vulkanik zirvədir 5895 metr. Ən alçaq yeri isə Cibutinin ərazisində düşür, Assal çökəkliyidir. Daha sonra Afrika quruluşuna görə iki hissədən ibarətdir. Deməli, iki hissədən ibarətdir. Şimal və Qərbi Afrika adlanır Alçaq Afrika, Cənub və Şərqi Afrika isə adlanır Hündür Afrika. Şimal və Qərbi Afrika əsasən Afrika Ərəbistan platforması üzərində yerləşdiyinə görə hündürlüyü çox deyil. Burada relyefinə görə yeganə cavan dağ sistemi olan Atlas dağları uzanır ki, Atlas dağlarının ən hündür zirvəsi Topkalı idi, 4165 metr hündürlüyə malikdir. Daha sonra bura həm endogen qüvvələrinin yanaşı eksogen qüvvələrin təsirinə məruz qalaraq ən böyük səhra olan Böyük Səhradır. Bunun əvvəlki adı Sahara səhrasıdır. Böyük Səhra burada yerləşir. Böyük Səhra sahəsi 9 milyon kvadrat kilometr təşkil edir. Böyük Səhradan aşağıda bu hissələrdə Əhəqqar, Tibesti və Darfur yaylaları yerləşir. Bunlar şahid dağlar hesab olunurlar. Xarici qüvvələrin təsirinə məruz qalaraq aşınıblar. Bunların hündürlüklərini bilməliyik. Əhəqqar yaylası 2918 metr hündürlüğe malikdir. Tibesti 3415 metr hündürlüğe malikdir. Darfur ise 3088 metr hündürlüğe malikdir. Bunlar şahit dağlar adlandırılırlar. Hündür yaylılardır. Daha sonra Afrikanın ən nəhəng çöhəkliyi Kongo çöhəkliyidir ki, Kongo çay hövzəsini əhatə edir. Platformanın əyilmə zonasında yerləşir. Burada Şərqi Afrika sınmaz, daha sonra Şərqi Afrika hissəsi isə Hündür Afrika adlanır. Çünki burada həmçinin aktiv zonada yerləşir Hündür Afrika adlandırılması ilə əlavə. Burada Qırmızı dəniz sahillərindən Zambezi çayının mənsəbinə qədər tektonik qırılma baş verir ki, Şərqi Afrika sınmaz olağı adlanır burada. Sınmaz olağı boyunca isə Horst uzanır ki, dünyanın ən uzun horstu olan Ruwenzori horstudur. Ruwenzori horstu. Burada fəaliyyətdə olan və sönmüş vulkanlar da var. Kilimanjaro vulkanı, sonra sönmüş vulkan olaraq Kenya vulkanını göstərə bilərik. Sonra fəaliyyətdə olan Kamerun vulkanını nümunə göstərə bilərik. Cənubi Afrika, Cənub və Şərqi Afrika relyefinə gələndə, burada cənub hissədə Kap və Əjdaha dağları yerləşir, qədim dağlar yerləşir. Carın ərazisində ölkə. Bura biraz aşağıya çəkəcəkdim. Kap və Əjdaha dağları yerləşir. Qədim dağlardır. Sonra burada dünyanın ən böyük qum səhrası olan Kalahari səhrası yerləşir. Ən çox qum buradadır, düyünlər, qum düyünləri. Kalahari səhrasıdır ki, üç ölkənin ərazisinə düşür. Carın, Namibiyanın və Botsvananın ərazisinə düşür Kalahari səhrası. Sonra burada tektonik sınma dediği yerleşir. Tektonik sınma boyunca Qrabende yerleşen göllerimiz var. Tanganyika Gölü, Nyasa Gölü. Burada Victoria Gölü platformanın əyilmə zonasında yerleşir. Tektonik sınmada yerleşmir. Bunu yadımızda saxlayırıq. Faydalı qazıntı cəhətdən Şimal və Qərbi Afrika əsasən çökmə məşəli süxurlarla zəngindir. Cənub və Şərqi Afrika isə maqmatik məşəli süxurlarla daha çox zəngindir. Burada neft qaz ehtiyatlarına görə seçilən ölkələr deməli, neft hasil edən ölkələr Əlcəzairdir, Liviyadır, Nigeriyadır, Qabondur, Anqoladır. Mis qurşağı yerləşir burada, Mərkəzi Afrikada, Kongo və Zambiyanın ərazisində. Cənubi Amerikada isə Peru ilə Çilinin ərazisində yerləşir. İki yerdə yerləşir mis qurşağı. E, Daha sonra daş kömür ehtiyatları var Carın ərazisində. Daş kömür ehtiyatlarından zəngindir. Afrikanın relyefindən bu qədər vacib olanlar. Keçdik Avstraliyanın relyefinə. Avstraliya materiki iki yarım kürədə yerləşir, Şimali Amerika kimi. İki yarım kürədə yerləşir, Cənub və Şərq yarım kürəsində. Avstraliyanın ucqar nöqtələri şimalda York burnudur, cənubda Cənub-Şərq burnu, şərqdə Byron burnu, qərbdə isə Steve Point burnudur. Ən kiçik materikdir, bir ölkədən ibarətdir.
Daha sonra əsasən qədim platformada yerləşir. Yəni geosiqnala düşmür. Litosfer havalarının sərhəddindən uzaqda yerləşir deyə burada vulkanizm prosesi baş vermir. Fəaliyyətdə olan vulkan yoxdur, zəlzələ yoxdur. Dağların hündürlüyü çox deyil platformada yerləşdiyinə görə. Avstraliyada 3 hissəyə ayıra bilərik. Qərbi Avstraliya, Mərkəzi Avstraliya və Şərqi Avstraliya olaraq ayıra bilərik. Avstraliyanın ən hündür yeri Böyük Suarcı hissəsində yerləşən Kostişka dağlarıdır. 2228 metr hündürlüyə malikdir. Bunu Avstraliya apları da adlandırırlar bu hissəni. Ən aşağı yer isə Eyr gölündə yerləşir, -16 metr dərinliyə malikdir. Avstraliya, Qərbi Avstraliya yaylası, bu hissədə Qərbi Avstraliya yaylası yerləşir ki, əsasən deodasiya mənşəli düzənlikdir Qərbi Avstraliya yaylası və burada filiz faydalı qazıntılarla daha zəngindir. Qərbi Avstraliyada əsas filiz faydalı qazıntılar olduğuna görə dəmir filizi, nikel və qızıl ehtiyatları daha çoxdur və çıxarılır. Şərqi Avstraliya isə əsasən hamar düzənliklərdən təşkil olunmuşdur. Bir də onu deyək ki, Qərbi Avstraliyada Hamersli dağları yerləşir bu ərazidə qədim dağ olaraq. Makdonel dağları var. Böyük Viktoriya və Böyük Qumlu səhraları yerləşir burada. Böyük Qumlu səhrası şimal tropik xəttindən şimalda yerləşdiyinə görə tropik işıqlanma qurşağında yerləşən yeganə səhrasıdır Avstraliyanın. Bunu yadımızda çıxartmırıq. Bunlardır. Bir də burada Ayers Rocklar yerləşir ki, Ayers Rock nədir? Ulurudur. Hamar düzənliklər üzərində çox da hündür olmayan massivlərdir. Burada şəklində göstərim. Bu bir slaydda olmalıdır. Bir də saniyə. Aha, burada. Uluru, baxın, belə bir qırmızı qumlarla örtülü olan massivdir. Hündürlüyü 348 metrdir. Avstraliyanın mərkəzi hissəsinə uyğun gəlir Ulurular. Və bunun başqa adı da Ayers Rockdur. Ayers Rock da adlandırırıq. Daha sonra Qərbi Avstraliyada qızıl mədəninin adı var. Sperpit adında qızıl mədəni var ki, burada qızıl açıq üsulla çıxarılır. Dedi ki, Qərbi Avstraliya filiz bəşər faydalı qazıntılarından zəngindir. Deodasiya məşəli düzənlikdir özü də. Sonra uran ehtiyatı haqqında məlumat var ki, uranda yadımızda saxlayır. 1 ton uran bura filiz də qeyd eləyək. Filiz nədir? Hələ saflaşdırılmamış halı. 1 ton uran filizindən 0,2 kiloqram 0,2 kiloqram saf uran alınır. Saf uran. 1 ton filizdən 0,2 kiloqram saf uran alınır. Bəs 1 kiloqram filizdən isə 1 kiloqram uran filizindən isə 0, daha doğrusu 200 qram saf uran alınır. Bu ardıcığı bilməliyik ki, iqtisadiyyat bölməsində buna aid məsələlər işləyəcək. Uran filizi də Avstraliyada var. Avstraliya uran, dəmir filizi və boksit ixracına görə dünyada lider olan ölkələrdən biridir. Unutmuruq. Sonra gəldik, yuxarıya qaydıq bir də Şərqi Avstraliyanın relyefinə baxaq. Şərqi Avstraliya əsasən dağlıq relyefdir. Şərqi Avstraliya. Şərqi Avstraliya əsasən dağlıq relyefdən təşkil olunub. Burada böyük suarcı dağları var ki, çox da hündür olmayan dağlardır. Burada dedik ki, Avstraliya apları adlandırılır. Ən hündür zirvəsi Kostişka zirvəsi 2228 metr hündürlüyə malikdir. Burada bir də ki, mərkəzi ovalıqlar yerləşir ki, mərkəzi ovalıqlar adlansa da materikin əsasən şərq hissəsini əhatə edir mərkəzi ovalıqlar. Daha sonra yuxarı hissədə Karpentariya düzənliyidir, aşağı hissədə isə Nollar Bor düzənliyi yerləşir. Bu da Avstraliya materikinin relyefindəndir, qısa bilgi kimi. Daha sonra gəldik Antarktidaya. Antarktida materiki ən uzaqda yerləşən, ən soyuq materikdir. Antarktida materiki daimi şaxtalı zonadır. Yəni buz qatı ilə örtülüdür. Buz qatının qalınlığı 2040 metr dərinliyə çatır qalınlığı. Burada Oetler dənizindən Ross dənizinə qədər sanki Antarktidanın iki hissəyə ayrılan Transantarktida dağları yerləşir. Antarktida iki hissədən ibarət ayırır. Qərbi Antarktida və Şərqi Antarktida. Qərbi Antarktida əsasən geosiqnalda yerləşir. Çünki burada Ant dağlarının davamı kimi Transantarktida dağları davam edir və geosiqnal zonadır. Burada fəaliyyətdə olan vulkan Erebus vulkanı var. Hündürlüyü 3794 metrdir. Adını bir də yazaq Erebus. Çünki buna oxşar adlar 3 dənə ad var idi. Erebus vulkanı. Hündürlüyü 3794 metrdir. Həmçinin bu Qərbi Antarktidada Antarktidanın ən hündür zirvəsi Elsert dağı Vinson massivi 5140 metr və Bentli çökəkliyi 2555 metr mənfi yerləşir. Şərqi Antarktida isə əsasən düzənliklərdən, hamar platformadan təşkil olunmuşdur. Burada Şahzadə Çarlz dağları var, Sovet və Qütb platoları var, Sovet və Qütb platosu yerləşir
Harda? Antarktidada. Və Şəhzadə Çarlz dağları da Şərqi Antarktidanın relyefinə aiddir. Antarktida faydalı qazıntılar cəhətdən də zəngindir. Burada həm çökmə mənşəli faydalı qazıntılar, yəni üzü mənşəli faydalı qazıntılar da var, həmçinin maqmatik süxurlara da rast gəlinir. Misal üçün ehtiyatlardan polimetal fliz ehtiyatları var, mis ehtiyatları var, daş kömür ehtiyatları var, təbii qaz ehtiyatı var, neft ehtiyatı var, qala ehtiyatı var. E, Daha sonra boksit ehtiyatlarından zəngindir. E, Belə. Bu da Antarktidanın relyefi oldu.